Salam, dərs 36-nın izahına baxaq. Beynəlxalq təşkilatlar və beynəlxalq inteqrasiya. Beynəlxalq təşkilat dövlətlər arasında müəyyən məqsədlər üçün yaradılır. Bu, həm dövlətlər arası, həm də qeyri-dövlət xarakterli ola bilir. Dövlətlər arası təşkilatlarda müstəqil dövlətlər birliyidir. Amma qeyri-dövlət təşkilatlarında isə artıq burada dövlətin yox, vətəndaşların bircə məqsədlər üçün yaratdığı təşkilatlardır. Ölkələr arasında bu əlaqələrin güclənməsində inteqrasiyanın rolu daha böyükdür. İnteqrasiya müxtəlif məqsədlər üçün aparılır. Məsələn, ərazidə olan xammaldan, əmək ehtiyatlarından qarşılıqlı istifadə edilməsi, bunun nəticəsində resurslardan daha səmərəli istifadə olunması, iqtisadiyyatın birləşdirilməsi və s. məqsədlər üçün inteqrasiya yaradılır. İnteqrasiyanın ən mühüm növü beynəlxalq iqtisadi inteqrasiyadır. Beynəlxalq iqtisadi inteqrasiyaya nail olmaq üçün 7 mərhələdən keçirlər. Bu üçün birinci mərhələ güzəştli ticarət zonasıdır. Güzəştli ticarət zonası nədir? Bu, inteqrasiyanın ən sadə formasıdır. Bu zonaya aid olan ölkələrdə məhsulların idxalında və ixracında güzəştlər tətbiq olunur. Güzəştli ticarət zonası azad ticarət zonasına keçid təşkil edir. Güzəştli ticarət zonasından sonra azad ticarət zonası gəlir. Azad ticarət zonasına aid olan ölkələrdə gömrük rüsumları və ticarət məhdudiyyətləri olmur. Burada, yəni bu ölkələr rüsum ödəmir. Amma digər ölkələr, təbii ki, bu azad ticarət zonasına aid olmayan ölkələr rüsuma aid edilir. Üçüncü hissə gömrük ittifaqı. Burada da bu hissəyə aid olan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha sıx qurulur. Dördüncü mərhələ ümumi bazardır. Ümumi bazarda həm mal və xidmətlər sərbəst hərəkət edə bilir. Eyni zamanda burada işçi qüvvəsinin də sərbəstliyi təmin olunur. Ümumi bazarda fiziki, texniki və maliyyə faktorları maksimum səviyyədə uyğunlaşdırılır. Növbəti mərhələ iqtisadi ittifaqdır. İqtisadi ittifaqa üzv olan ölkələrdə bunlar xarici siyasəti bircə həyata keçirirlər. Burada həm də eyni anda gömrük ittifaqı, ümumi bazar da tətbiq olunur. İqtisadi və valyuta birliyi. Bu birliyə aid olan ölkələrdə isə vahid valyutadan istifadə olunur. Tam iqtisadi inteqrasiya isə inteqrasiyanın ən üstün formasıdır. Buna da yalnız ABŞ nail olmuşdur. Tam iqtisadi inteqrasiya nədir? Burada iqtisadi siyasəti dövlət təkbaşına həyata keçirə bilmir. Çünki ABŞ 50 ştat, bir federal dairə və 13 müstəmləkəni özündə birləşdirir. İnteqrasiyanın hansı ərazilərdə yayılmasına diqqət yetirsək, güzəştli ticarət zonası Qərbi Afrika ölkələri üçün səciyyəvidir. Azad ticarət zonası Kanada, Çili, Avstraliya, Çin, Hindistan, Şimali Afrika ölkələri qırmızı rənglərə diqqət yetirsək. Üçüncü hissədə gömrük ittifaqı. Gömrük ittifaqı daha çox Cənubi Afrika və Cənubi Amerikanın qərbindəki ölkələr üçün səciyyəvidir. Ümumi bazar. Ümumi bazarda Cənub-Şərqi Asiya ölkələri əsasdır. İqtisadi ittifaq. İqtisadi ittifaqa Meksika, Braziliya, Argentina, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistan və s. aiddir. İqtisadi valyuta birliyi. İqtisadi valyuta birliyinə Avropa ölkələri aiddir. Tam iqtisadi inteqrasiya isə dedik ki, ABŞ-da səciyyəvidir. Beynəlxalq inteqrasiya transmilli korporasiyaların yaranmasına səbəb olur. Bəs transmilli korporasiyalar nədir? Bu, iri şirkətlərin bircə fəaliyyətidir. İnteqrasiyalar regional və sahəvi olmaqla iki yerə bölünür. Regional odur ki, hər hansısa bir regionu, hər hansısa bir ərazini əhatə etsin. Sahəvi odur ki, müəyyən sahə üzrə birləşsinlər. Məsələn, regional təşkilata biz Avropa İttifaqını deyə bilərik. Avropa İttifaqına Avropa ölkələri aiddir, təbii ki, hamısı yox.
Latın Amerikası inteqrasiyasına bu adi təşkilatıdır. Bu Latın Amerikası dövlətləri üçündür. Cənub-Şərqi Asiya ölkələri ASEAN, bu da regional təşkilatdır. Şimali Atlantik Azad Ticarət Zonası NAFTA. Guam, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanı əhatə edir. Yəni müəyyən bir regionu əhatə edir. Sahəvi təşkilat isə müəyyən sahə üzrə birləşirlər. Məsələn, OPEC. Ən böyük sahəvi təşkilat OPEC-dir. Neft ixrac edən ölkələrin birliyidir. Burada artıq fərqi yoxdur. Hansı qitədə yerləşsin, neft üzrə Birləşmiş Dövlətlərdir. Bundan başqa sahəvi təşkilatlara, məsələn, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, AIBA, Ümumdünya Turizm Təşkilatı, UTT, İslam Təhsil, Elm, Mədəniyyət, İSESCO, Elm, Təhsil, Mədəniyyət isə UNESCO təşkilatlarını göstərə bilərik. Təşkilata diqqət yetirsək, Avropa İttifaqı üzv olan ölkələr, adi təşkilatına üzv olan ölkələrə xüsusi diqqət yetirməliyik cədvələ. Dünyada qədim sivilizasiyalar və müasir sivilizasiyalar. Sivilizasiya nə deməkdir? İnsan cəmiyyətinin inkişafını göstərir. Oxşar dil, adət-ənənə, əxlaqa malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsindən keçirlər. Məsələn, qədim Misir, Şumer sivilizasiyanı daha erkən mərhələdə keçdikləri halda, Mərkəzi Afrika, Cənubi Amerikanın bir çox ölkələri isə hələ də sivilizasiya mərhələsindədirlər. Yer üzərində 21 fərqli sivilizasiya mövcuddur. Bunlardan ən güclüsü Qərb və Şərq sivilizasiyalarıdır deyə bilərik. Keçmiş dövrdə əsas sivilizasiyalar hansı ərazilərdə idi? Məsələn, Misir sivilizasiyası bu Nil çayı sahilində idi. Finikiya sivilizasiyası Aralıq dənizi sahilində, İnq, Aztek, Maya, Ant və Kordilyer dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyada, eyni zamanda Şimali Afrikada, Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında daha çox yayılmışdı. Bəzi sivilizasiyalar digər sivilizasiyaya qarışaraq oranın adət-ənənəsinə, həyat şəraitinə uyğunlaşmışlar. Və bu da o sivilizasiyanın assimiliyasiya olunmasına gətirib çıxarmışdı. Sivilizasiyanın yarandığı ərazilərə, yayıldığı ərazilərə xüsusi diqqət yetirsək, Şərq sivilizasiyası daha çox Cənub-Qərbi Asiya, Ərəbistan, Şimali Afrika ölkələri üçün səciyyəvidir, eyni zamanda İndoneziya. Latın Amerikası sivilizasiyası Meksikadan cənuba doğru bütün ölkələri əhatə edir. Pravoslav Rusiya və Rus dilli xalqların çoxunu əhatə edir. Qərb sivilizasiyası isə Kanada, ABŞ, Qərbi Avropa, Avstraliya və Yeni Zelandiyanın bir hissəsi, Filippinin bir hissəsini əhatə edir. Yapon sivilizasiyası yalnız Yaponiyada yayılıb. Budda sivilizasiyası Monqolistan, Cənub-Şərqi Asiya ölkələri və Şri-Lankadadır. Afrika sivilizasiyası Afrika dövlətlərinin çox hissəsini, Çin sivilizasiyası isə Çini, Şimali və Cənubi Koreyanı əhatə edir. Hind sivilizasiyası isə Hindistanı əhatə edir. Sivilizasiya iki mərhələdən keçir, iki hissəyə bölünür, mərhələli və lokal olaraq. Mərhələli nədir? Burada sivilizasiya müəyyən mərhələlərdən keçir. Birinci aqrar mərhələ, sonra sənaye mərhələ, sonra isə post-sənaye mərhələ. Aqrar mərhələ ən qədim mərhələdir. Sənaye mərhələsində artıq texnologiyanın inkişafı, şüurun, elmin inkişafı mərhələsidir. Post-sənaye mərhələsi isə, yəni hazırda indiki vəziyyəti biz post-sənaye mərhələsi adlandıra bilərik. Təbii ki, bu bütün ölkələr üçün yox, daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Post-sənaye mərhələsi. Məsələn, gerdə qalmış ölkələri bu mərhələyə aid edə bilmərik. Buna informasiya mərhələsi də deyə bilərik. Bəs lokal nədir? Lokal isə, məsələn, sivilizasiya uzun müddət mövcud olur, özünün sərhədləri olur, hər hansı bir özünə məxsus xüsusiyyətləri olur. Buna görə də müəyyən bir inkişaf yolundan keçir. Bu, hər bir sivilizasiyanın özünün lokal yanaşması hesab olunur.
Türk dünyasının sivilizasiyalar arası əlaqələrdə rolu. Türk dünyası dil qohumluğu, tarixi coğrafi məkan, adət-ənənə baxımından bir-birinə bağlı olan xalqlardır. Türk xalqları Altay dil ailəsinə aiddir. Altay dil ailəsi özü qruplara bölünür. Türk dil qrupu, Monqol qrupu, Tungus, Mancur qrupu. Və bəzi mənbələrdə Altay dil ailəsini Ural dil ailəsi, Korey-Yapon xalqları ilə qohum olduğunu deyirlər. Altay dil ailəsinin Türk dil qrupuna aid olan yarım qrupları deyək. Oğuz, Qıpçaq, Uyğur, Bulqar yarım qruplarıdır. Oğuza aid olan xalqlar, Qıpçaq qrupuna aid olan xalqlar, Uyğura aid olan xalqlar, Bulqar yarım qrupuna aid olan xalqlardır. Türk sivilizasiyası Avrasiyada ən qədimdən yaranmışdır. Bu sivilizasiya Qərb, Şərq və Pravoslav sivilizasiyasının mərkəzini demək olar ki, əhatə edir. Türklərin məskunlaşdığı ərazilərdən Asiyanın mərkəzi hissələrini əhatə edir və Türk xalqları ilk xüsusiyyətlərinə görə də fərqlənirlər. Yəni, burada hamısı eyni dinə sitayiş etməyə bilər, irq cəhətdən eyni olmaya bilərlər. Məsələn, bu xalqlarda Monqoloid irqinə aid olanlar Uyğur, Yakut, Qırğızlardır. Avropoid irqinə aid olanlar Qaqavuz, Karaimlərdir. Eləsi də var ki, həm Monqoloid, həm Avropoid irqinin xüsusiyyətlərini daşıyır. Buna Türkiyə türkləri, Azərbaycanlılar, Türkmanlar, diqqət edirik, Türkmənlər yox, Türkmanlar və Tatarlar aiddir. Bunlar həm Monqoloid, həm Avropoid irqinin xüsusiyyətlərini daşıyır. Türk xalqlarının dini etiqadlarında isə müxtəlif dinlərə sitayiş edə bilərlər. İslam dininə aid olanlar, Buddizm dini, Şaman dini, Xristian dini və Yudaizm dininə aid olanlar. Türk xalqları 3 hissəyə bölə bilərik, Türk dövlətləri olaraq. Bunların bəziləri müstəqil dövlət yarada biliblər. Bəziləri isə digər dövlətin tərkibində qurum kimi fəaliyyət göstəriblər. Üçüncü hissə isə burada artıq nə dövlət, nə də qurum yarada bilirlər. Sadəcə yerli xalqlara qarışıb yaşayırlar. Müstəqil dövlət Türk dövlətlərinə 6 dövlət aiddir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistandır. Qurumlara isə aiddir. Sibirdə yaşayan, Sibir regionunda olanlar, Altay, Tuva, Xakasiya, Saxa qurumları, Volqa boyunda olanlar, Çuvaşistan, Tataristan, Başqırdistan, Şimali Qafqazda olanlar, Qaraçay, Çərkəz, Kabarda-Balkar, Türk qurumları. Bundan başqa Çində yerləşən Sintzyan Uyğur, Moldovada yerləşən Qaqavuzya vilayətini deyə bilərik. Bunlar Türk qurumlarıdır. Bir də var ki, Türk xalqlarıdır, amma yaşadığı ərazidə nə dövlət, nə qurum yarada bilməmişlər. Bu, yerli xalqlar etnoslar hesab olunur. Məsələn, onlar Rusiyanın bir çox bölgəsində, İranda, İraqda, Əfqanistanda, Gürcüstanda və s. ərazidə yaşayırlar. Tarixi coğrafi region olan Mediterranean, bu Aralıq dənizi də adlanır. Avropa, Asiya və Afrikanın şimal hissəsini əhatə edir. Sahəsi 4 milyon kvadrat kilometrdən böyük olan ərazidir ki, buradakı dövlətlər oxşar xüsusiyyətlərinə, oxşar iqliminə və s. görə qruplaşdırılmışdır. Bu, Aralıq dənizi və ya Mediterranean ərazisi Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya, Şimali Afrika olmaqla 4 regiona bölünür. Cənubi Avropa ölkələrindən İspaniya, İtaliya, Yunanistan, Monako, Malta, San Marino ölkələri aiddir. Bunlar inkişaf səviyyəsinə görə Aralıq dənizi ölkələri içərisində daha üstünə malik olan ölkələrdir. Buranın iqtisadiyyatı da daha yaxşı inkişaf edib, eyni zamanda əkinçilik, sitrus meyvəçiliyini və s. göstərə bilərik. İkinci, Şimali Afrika ölkələri Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misirdir. Burada da buradakı əhalinin həyat səviyyəsi
nisbətən Afrika ölkələrinin digərlərinə nisbətən daha yaxşı inkişaf səviyyəsindədir. Cənubi Avropadan geri qalsa da Afrikanın digər ölkələrindən daha çox inkişaf etmişdir. Yenə də eyni ərazidə sitrus meyvəçiliyi turizm cəhətdən daha əlverişli bölgədir. Cənub-Şərqi Avropa ölkələri Sloveniya, Xorvatiya, Bosniya-Hersegovina, Serbiya, Şimali Makedoniya ölkələrinə aid edə bilərik. Cənub-Qərbi Asiyadan isə Türkiyə, Suriya, Livan, İsrail bunların Aralıq dənizinə çıxışı var. Yəni bunlar da Aralıq dənizi regionuna aid olan ölkələrdir. Xəritədə diqqət yetirsək, mavi rənglə verilən ərazilər Aralıq dənizinə aid olan ölkələrdir.